Bugün sizinlə çox bəyənəcəyiniz şirniyyat resepti bölüşürəm. Çörək yağını əridib, üzərinə xırda doğranmış kadayıfını əlavə edib, qızılı rəngdə olana kimi qovururam. Sonra xırda doğranmış qoz ləpəsini qovurub, üzərinə əlavə edib qarışdırıram. Qalın bir kazana şəkər tozu, un, qarğıdal nişastası, hind qozu əlavə edib qarışdırıram. Və litr yarım südün əvvəlcə yarısını əlavə edib, düyünlər olmasın deyə qarışdırıram, sonra isə digər yarısını. Və orta istilikdə əlimi dayandırmadan bişənə kimi qarışdırıram. Hazır olduqdan sonra isə üzərinə qaymaq əlavə edib qarışdırıb şirniyyat torbasına yığıram. Və göstərdiyim kimi şirniyyatı hazırlayıb təxminən 5-6 saat soyuducuda gözlədirəm. Çox gözəl olur, mütləq hazırlayın. Növbəti videolarda görüşənə kimi. Hələlik.